Salam, belə bir sualın izahına baxaq. Bizə nə deyir? Bizə deyir ki, AB üslü xətlə BA üslü xəttin cəmi ilə M natural ədədinin ortaq sadavuruğu yoxdur. Gəlin birinci bu cəmi açaq. Açdıqda olur 10A üstə gəlinsin B, üstə gəlinsin 10B, üstə gəlinsin A. Oxşar toplananları islah etdikdə olur 11A, olur 11A, üstə gəlinsin 11B. 11'i mötərizə xaricdən çıxardarıq, olur A plus B. Bizə deyir ki, 11A üstə gəlinsin B ilə M-in ortaq sadə vuruğu yoxdur. Yəni, bunlar qarşılıqlı sadə ədədlərdir. Necə ədədlərdir? Qarşılıqlı sadə ədədlər. Bilirik ki, qarşılıqlı sadə ədədlərin əbobu 1, əçobu onların hasilinə bərabərdir. Yəni, əbob 11A üstə gəlinsin B ilə M-in əbobu nəyə bərabərdir? 1-ə. Və bizə şərtdə deyir ki, M necə ədəddir? M natural ədəddir. Natural ədəddir. Bizə verib əçob AB üslü xət üstə gəlinsin BA üslü xətlə M-in əçobu nəyə bərabərdir? 154 M-ə bərabərdir. Baxın, biz bu cəmi sadələşdirmişik. Gətirib yerinə yazsaq, yazarıq əçob 11A üstə gəlinsin B ilə M bərabərdir nəyə? 154-ə. Biz dedik ki, bunlar necə ədədlərdir? Qarşılıqlı sadə ədədlər. Qarşılıqlı sadə ədədlərin əçobu nəyə bərabərdir? Onların hasilinə. Yazırıq 11A üstə gəlinsin B ilə. Əçob onların hasilinə, yəni bunları vururuq. Bərabərdir 154 M-ə. Hər tərəfin M-ə bölə bilərik. Niyə bölürük? Məsələn, M 0 olsa biz onun hər tərəfin M-ə bölə bilmərik. Bizə şərtdə deyir ki, M natural ədəddir. Natural ədəd olduğu üçün rahatlıqla bölürük. Hər tərəfin bölürük M-ə və olur 11A üstə gəlinsin B bərabərdir 154. Yenidən hər tərəfin 11-ə bölə bilərik. 11-ə böldükdə A üstə gəlinsin B bərabərdir. 154 11-ə böldükdə neçədir? 14. İndi düşünürük, hansı bir rəqəmləri, ədədləri topladıqda cavab 14 edər. Hansılardır? 9, 5, sonra 8, 6, sonra 7, 7 ola bilər. Və bundan sonrakılar təkrarlanır da. Baxın, məsələn, 6 yazsam, burada 8 olar. Yəni, təkrarlanacaq. Bizə də deyir ki, bu ədədlərin içərisində, yəni, AB üslü xəttin ən kiçik qiymətini soruşur. Ə-qılsın soruşur. Məsələn, 6, 8 olacaqdı. Sonra nə olacaqdı? Bunları mötərəziyə alaq. Deməli, olacaqdı 6, 8-dən sonra olacaqdı 5, 9 və qutardı getdi. Yəni, bununla da bitdi. Bu ədədlərin içərisində ən kiçik hansıdır? 59. Gətirib yerinə yazdıqda 59 olur. Məsələn, 95 olur. Sonra 86 olur. 77 olur. Bu ədədlərin içərisində hansı ən kiçikdir? 59. Cavab 59-dur.